Yine qardaşım, sehirli evdən sənin qarşındadır. Mən bu proyektdə sehirli ev deyirəm. Ne üçün? Evin buna bax, üzdən 1 mərtəbə, içdən 2 mərtəbə. Bax, aşağıda padval deyil. Gələn adama da göstərəcəm. Özünün pəncərələri var, qarşısı açıqdır. Plus ki, aşağı təmirsizdir, yuxarı təmirlidir. Amma və lakin qiymət bizə nədir? Bal kimi bir qiymət. Qabağının navesidir, bax belə bir navesi var. Üstü paket krişadır. Yerdən kürsüyə demək olar ki, ehtiyac yox. Çünki biz də yerdən nə qədər hündürdür bu deyiləsidir. Kombisi var, mətbəx mebeli var. Bax, prixoj mebeli var. Hamam ayağı olsun göstər. Aksesuarları var. Yəni bu qiymətə sən Xırdalanda müstəqil pəncərədir bax. Özünün pəncərəsi. Bu qiymətə sən Xırdalanda ev tapanməzsən. Geniş bir dənə zal. Radiatoruna bax. Burada mətbəxi. Bir dənə belə mətbəx mebeli, qazı, aspirator zadı, hər şey hazır vəziyyətdədir. Buradan da keçirik evin geniş, çox geniş bir dənə yataq otağına. Aşağıda da bu proyektin eynisi var. Amma təmir olunmayır. Satış qiyməti isə 43.000 manat. 43.000 manat. Çox gözəl bir qiymətdir. Xırdalan şəhəri 515-596 nömrəli avtobus. Demək olar ki, qapının ağzına keçsin. 20 metresi olar olmaz. Gəl, bax yerindədən deyəcəm yəsinə danışarsan, alarsan. Sağ ol.